Bəli, İranda baş verən gərginliklə əlaqədar həm xarici ölkə vətəndaşlarının, həm də Azərbaycan vətəndaşlarının İrandan Azərbaycan sərhədi ilə təxliyəsi davam eləyir. Astara sərhəd gömrük keçid məntəqəsindən əcnəbilərin keçidi aparılır və bu saata qədər nə qədər əcnəbi keçib, bu detalları öyrənmək üçün indi Astaraya bağlanacağıq. Müxbirimiz Cavid İmaməliyev hazırda ərazidədir. Detalları Caviddən eşidəcəyik. Cavid, axşamınız xeyir olsun. Salam, axşamınız xeyir Novruz. Bəli, ABŞ və İsrailin İrana zərbələri ilə əlaqədar İrandan yerli və xarici vətəndaşların təxliyəsi prosesi davam eləyir. Biz hazırda Astara sərhəd gömrük keçid məntəqəsindəyik. 28 fevral saat 08:00-dan indiyə qədər İrandan 134 Azərbaycan vətəndaşı təxliyə olunub. Bundan əlavə Hindistan, Fransa, Tunis, Çin, Səudiyyə Ərəbistan, Tacikistan, Çin vətəndaşları da İrandan ölkəmizə təxliyə olunub və ümumilikdə 350-yə yaxın əcnəbi vətəndaş indiyə qədər İrandan ölkəmizə təxliyə olunub və dünən gecə saatlarından etibarən Rus vətəndaşlarının təxliyəsi prosesinə də başlanılıb və indiyə qədər 89 nəfər Rus vətəndaşı ölkəmizə təxliyə olunub. Rusiya media orqanları bu sayın 500-ə yaxın olacağını bildirib. Onların verdiyi məlumata əsasən Azərbaycan 500-ə yaxın aralarında biznes nümayəndələrinin də olduğu Rus vətəndaşının ölkəmizə təxliyə olunacağını bildiriblər. Eyni zamanda Rusiyanın Tehrandakı səfirliyi vətəndaşlarına xəbərdarlıq edərək qeyd ediblər ki, onlar İranı yalnız iki keçid məntəqəsindən, Azərbaycan və Ermənistandan tərk etsinlər. Eyni zamanda Serbiyalı diplomatların da İrandan ölkəmizə təxliyə olunması gözlənilir. Bu barədə Serbiya prezidenti Aleksandr Vučić məlumat yayıb. Onun sözlərinə görə təxliyə olunan diplomatlar müvəqqəti olaraq öz ölkələrinə qayıdacaqlar, lakin sonradan yenidən Tehrana qaytarılması gözlənilir. Eyni zamanda məlumat üçün qeyd edək ki, İrandakı gərginliklə əlaqədar Türkiyə-İran sərhədində vətəndaşların keçidinə məhdudiyyətlər qoyulub. Bu barədə Türkiyə Ticarət Naziri Ömər Bolat məlumat yayıb. Onun sözlərinə görə sərhəddən yük maşınlarının keçilməsinə icazə verilsə də vətəndaşların keçidinə hələlik məhdudiyyətlər qoyulub və bununla da Azərbaycan İrandan təxliyə olunan vətəndaşlar üçün əsas keçid məntəqəsi rolunu oynayır və bu bir daha Azərbaycanın humanist siyasətini bir daha sübut edir və biz hazırda təkrar edim, Astara sərhəd gömrük keçid məntəqəsindəyik. İndiyənədək 134 Azərbaycan vətəndaşı və 350 əcnəbi vətəndaş İrandan ölkəmizə təxliyə olunub. Məlumat üçün qeyd edək ki, hazırda burada təxliyə olunanlar üçün hər bir şərait yaradılıb. Onlar üçün isti çay süfrəsi açılıb. Eyni zamanda təcili tibbi yardım briqadaları da ərazidədir. Təxliyə olunan vətəndaşlar xüsusi avtobuslarla paytaxtda, oradan isə öz ölkələrinə göndəriləcəklər. Bəli, Novruz, mənim çatdıracaqlarım bu qədər. Söz yenidən sizdədir. Deyirəm Cavid, ətraflı məlumat verdiyiniz üçün Cavid İmaməliyev Astara sərhəd gömrük keçid məntəqəsindən bu saata dək həmin Azərbaycan sərhədi ilə təxliyə olunan əcnəbilərin sayı haqqında bizə məlumat verdi. Davam edirik.